müəllimimiz Salman Tarverdoğlu Cəfərov 1965-ci il mart ayının 7-sində Salyan rayonunun Yenkən kəndində anadan olmuşdu. Yaşıdları kimi orta təhsilini almış, orta məktəbi əla qiymətlərlə bitirmiş, eksternat yolla Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat Fakültəsinə daxil olmuşdu. Keçmiş Sovet qanunlarına görə o zaman ali təhsil alan hər bir gənc təhsilini bitirməsə belə yaşı çatdıqda mütləq hərbi xidmətə getməli idi. Salman Cəfərov da birinci kursu bitirdikdən sonra hərbi xidmətə yollanır. Qazaxıstanın Cambul vilayətində hərbi xidmətini başa vurur. Ondan sonra gəlib ali təhsilini davam elətdirir. Ali təhsilini yüksək səviyyədə bitirdikdən sonra Salyan rayonunda yerləşən Yenkən kənd məktəbində işinə başlayır. Tez bir zamanda həm şagirdləri, həm də müəllimləri arasında böyük hörmət qazanır. Bundan sonra onun müəllimlik dövrü elə bir dövrə düşür ki, Azərbaycanda 90-cı illərdə həm siyasi cəhətdən, həm də ermənilərin Azərbaycana elan etmədiyi müharibə başlamış olur. Bu zaman Salman Cəfərov vətənpərvərliklə hərbi xidmətə, könüllü şəkildə hərbi komissarlığa müraciət edir və 1992-ci il iyul ayının 20-sində hərbi xidmətə yollanır. Yaşıl şəhərcikdə yerləşən 929-cu hərbi hissənin tank əleyhinə idarə olunan raket bölməsində komandir müavini vəzifəsini icra etməyə başlayır. Tez bir zamanda hərbidə də böyük uğurlar qazanır. İlk uğuru Uriyandağ ətrafında gedən döyüşlərdə olur və bunun nəticəsində Milli Müdafiə Nazirliyi ona leytenant rütbəsini verir. Eyni zamanda pul mükafatı hədiyyə edilir. Pul mükafatını yoldaşları ilə tən yarıya bilir. Onun döyüş yolu Füzulidən başlamış, Kəlbəcər, Ağdam, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. Laçın ətrafında olan Azərbaycan ordusunun 7 günlük mühasirəsini yarmışdı. Ağdərə ətrafında Azərbaycan ordusunun 150 nəfərlik heyəti mühasirəyə düşmüşdü ki, həmən əskərləri bir nəfər itki olmadan belə mühasirədən azad etməyi bacarmışdı. 1993-cü il iyun ayının 15-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Vətənimiz ona öz layiq olan qiymətini vermiş. Hal-hazırda Salyan rayonunda yerləşən Yenkən məktəbi həm oxuduğu, həm də işlədiyi məktəb onun adını daşıyır. Biz də gənclər olaraq onun ruhu qarşısında baş əyirik, həmişə dərin hörmətlə anırıq. Gizlər öz qanıyla yazdı zəfər dastanı. 30 il gözləmişdik bu tarixin bu ana. Analar ağlamasın, şəhidlər ölməzdilər. Düşmənlər öz xoşuyla yurdundan getməzdilər. Polad iradəmiz var, sınmarıq, əyilmərik. Bir ölümümüzlə igid mübarizlərik. Titrək əllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini, sellər tək ağlama şəhid anası. Baxırsan gəldiyi cığıra izə, quzu otardığı çəmənə düzə. Yaralı könlünü hey üzə-üzə, dünyanı dağlama şəhid anası. Ruhu ildırımlarda, şimşəklərdədir. Qarabağda əsən küləşlərdədir. Həssətli, ümidli ürəklərdədir. Çox matəm saxlama şəhid anası. Sinəsin düşmənə sipər edənlər qorxmadı ömrünü itirəcəkdir. Vətən öz uğrunda şəhid gedənin yerinə min oğul bitirəcəkdir. Danışmaq çətindir xatirələrdən, hansına toxunsan həyat qoxuyur. Bizə köçərlərdən qalan rəsmlər ürəyi sızladan nəğmə oxuyur. Yaxınıq an qədər uzaqlıqlara, uzaqlar bizlərə əl eləyirlər. Biz məzar üstünü çiçəkləndiririk, ruhlar da göylərdən gül ələyirlər. Yenə candan can ayrıldı, şəhidim var Azərbaycan, vətən sağ olsun deyən, igidim var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib diz çökmüşük, sanmasınlar biz ölmüşük, igidim var Azərbaycan. Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu, unutdular o boz qurdu, igidim var Azərbaycan. Salman Tarverdoğlu Cəfərov 1965-ci ilin 7 martında dünyaya gəlir. Dünyaya gəldikcə orta məktəb illərini bitirir və ən maraqlı hadisələrdən biri o Bakı Dövlət Universitetinə 1982-ci ildə eksperimental yolu ilə qəbul olur. Burada maraqlı bir fakt var ki, deməli, bir imtahan vermişdi. İkinci imtahana gedən zaman ölməz qəhrəmanımız, dünyanın ən güclü şəxsiyyətdən biri Ulu Öndər Heydər Əliyev 8
avqust 82-ci ildə, 82-ci ildə Bakı Dövlət Universitetinə gəlir və o zaman deməli koridorları gəzən zaman bu anda da Salman Cəfərov yəni bilet çəkmə ərəfəsində. O bilet çəkir və bilet çəkdiyi zaman onun biliyi yüksək qiymətləndirir və şəxsən bu tarixi xalqı ki, Ulu Öndər kənardan baxaraq deyir, sən yaxşı müəllim olacaqsan. Həqiqətən də tarix bu tarixdir, fakt da qəbul olundu və o öz indi hal-hazırda Salman Cəfərov adını daşıyan Yeniçənd Kənd Orta Məktəbinə müəllim kimi gəldi və 1992-ci ilin iyun ayının 20-sində, yəni məzuniyyətdə olduğu zaman ona çağırış vərəqəsi gəldi və o sanatoriya getməli idi. O sanatoriyanı ləğv elədi və öz könüllü olaraq deməli müharibə zonasına getdi. Müharibə illərdə o üçün çox maraqlı oldu. İlk döyüşü onun Füzulidə Uriyanda olan döyüşlərdə başladı və Füzuli, Ağdam, Kəlbəcər, xüsusilə də Laçın və sonda deməli Ağdərəqoda gələn döyüşlərdə 1993-cü ilin 15 iyununda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Mən bir faktı deyə bilərəm ki, həqiqətən də o vaxtdan biz televizorlara baxan zaman Ulu Öndər həmişə deyərdi ki, Qarabağ torpağı bizimdir, bizim olacaq. Doğrudan da onun dediyi o sözlər Ali Başkomandan İlham Əliyevin tənəblarının başçılığı ilə 44 gün müharibə antiterror əməliyyatında Azərbaycan dövləti böyük qələbə qazandı. Hal-hazırda biz sevinirik ki, Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır, bizi inlədi. Babayeva Dilarə Tarverdi qızı. Qardaşım haqqında mənim üçün çətindir, həm şərəflidir, həm çətindir. Şəhid qardaşım haqqında danışmaq bizim üçün çox şərəflidir. Bütün şəhidlərə Allah rəhmət eləsin, qardaşım da o cümlədən onun üçündə. Bugünkü gündə, ay qardaş, salamlar olsun Salman, şəhid qardaşımız sənə. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, Allah məkanların cənnət eləsin, düşdüyü məkanlardan inciməsinlər, ruhları həmişə, hər addım başı bizə duaçı olsun. Mürsəlov Gülarə Tarverdi qızı. Allah bütün şəhidlərə rəhmət eləsin, mən də qardaşım onun içində. Tarixi bayramdır. Salman Cəfərovun 60 illiyidir bir. Salman Cəfərovun, zabit Salman Cəfərovun şəhid olduğu gündür. Çox istədiyimiz atamız Tarverdi kişinin bugün rəhmətə gedən gündür. Çox fəxirdir ki, mən deyərəm ki, ata bala eyni gündə dünyasını dəyişdilər. Ən gözəl bayramımız bugün Milli Qurtuluş günüdür. Yenə deyirəm, yenə deyirəm. Hamısı Ulu Öndər Heydər Əliyevin işləridir.